İllərdir lazer elətdirirəm. Tüklərim hələ də çıxır. Nə zaman bitəcək deyə soruşursunuzsa, önəmli səbəblərini indi açıqlayacağım sizə. İlk olaraq yanlış cihaz və peşəkar olmayan lazeroloq. Əgər sizin dəri tipiniz və tük tipinizə uyğun parametrlər seçilmirsə, o zaman nəticə görməyəcəksiniz. Bu yüzden çalışın, doğru peşəkar lazeroloq seçə biləsiniz. İkinci, düzənli olaraq lazerdən istifadə eləməmək. Prosedurlara vaxtında gəlmirsinizsə, seansların arasını uzadırsınızsa, o zaman nəticənin effektivliyini o qədər də düşünməyin. Və ən önəmlisi, əgər seanslar arasında depilyasiya vasitələrindən istifadə edirsinizsə, deyək ki, sapla təmizləmə, epilator və şugaring kimi şeylərdən istifadə edirsinizsə, nəticəni gözləməyin. Çünki o zaman tüklərin kökləri güclənir və öncədən olunan prosedurun belə effektivliyi azalır. Daha bir səbəb qidalar və dərmanlar. Əgər siz hansısa hormonal dərmanları qəbul edirsinizsə və yaxud hormonal qidalardan istifadə edirsinizsə, bu zaman tüklər güclənəcək və hormonal pozğunluq baş verirsə əgər, bu zaman pasiv olan tüklərdə aktivləşmə müşahidə olunur. Bu da lazer prosedurunun effektivliyini yarı-bayarı azaldır. Və bu yüzden dostlar, çalışın, sağlamlığınıza diqqət yetirin və hormonlarınızı vaxtında kontrol edin. Özünüzə yaxşı baxın dostlar.